Choose the correct statement according to the dialect. Diyaloqa əsasən düzgün cümləni seçin. A variantında they decided to have their own Indian dinner parties. Onlar özlərinin şəxsi Hindistan yemək qonaqlıqları təşkil etməyə qərara aldılar. Bu məlumatımız mətnə əsasən doğrudur. Çünki onlar mətnin son hissəsində də qeyd olunduğu kimi onlar bu haqda danışırlar. Daha sonra isə demək mətnin ən sonunda qeyd edir ki we can have our own Indian dinner parties deyə. Ona görə A variantını düz götürürük. B variantında photography for amateur starts next week. Next yox, last week olmalıdır. Çünki həvəskarlar üçün olan şəkil çəkmə keçən həftə başlayıb. The Italian wine course is cheaper than photography. Burada isə expensive olmalıydı. Çünki İtalyan şərab kursu şəkil çəkmədən daha baha idi. Burada isə ucuz yazıldığı üçün səhvdir. Flower arranging runs for 80 weeks. 80 yox, 18, yəni 18 həftə davam edirdi. Göyçəyinə bağlı olan. Ona görə səhvdir. The price $280 is suitable for the woman. $280 qiymət qadın üçün uyğundur. Yenə də səhvdir məlumat, çünki burada qeyd olunur ki $280 is too much for me, yəni mənim üçün həddən çox bir miqdardır. Ona görə də bizim doğru cavabımız mətn əsasən A variantında düzgün qeyd olunmuşdur.